O ölüm yatağında olarkən Əli ibn Əbi Talibə əleyhissalam vəsiyyət etdi ki, ondan sonra 12 imam gələcək. Onlar İsa'nın həvariləri kimi olacaqlar, lakin bir-birinin ardınca gələcəklər. Onlardan sonra isə 12 Mehdi gələcək. İmam Mehdinin xəlifələri əleyhissalam. Mehdinin özü Muhammed bin Həsən Əskəri əleyhissalam yer üzündə Allahın saxladığı Bəqiyyətullah Nərciz xanımın əleyhissalam oğludur. O həm Şimon Peterin nəslindəndir, həm də İmam Həsən Əskərinin əleyhissalam və Rəsulullah Muhammedin nəslindəndir. Beləliklə onun qanında Məsihin həvarilərinin Yahudi qanı, Avropanın xristiyanlarının qanı və yaradılmışların ən üstün olan Muhammed və Əlinin qanı var, əleyhissalam. Və Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh vəsiyyətində yazılıb ki, İmam Mehdinin ilk 3 xəlifəsi